Müasir insan itaətkarlığı birbaşa zorakılıqla deyil, intizam və nəzarət vasitəsilə formalaşır. Michel Foucault'a görə müasir cəmiyyətlərdə iqtidar zor tətbiq etmir, davranışın hansı sərhədlər daxilində mümkün olduğunu müəyyənləşdirir. Bu iqtidar insanı birbaşa sıxmır, onun gündəlik həyatını təşkil edir. İnsan hər dəfə cəzalandırılmır, sadəcə hansı çərçivədə hərəkət etməli olduğunu bilir. Zamanla insan, hətta onu izləyən olmasa belə, gözlənilən davranışa uyğun hərəkət etməyə alışır. Foucault bunu panoptikon anlayışı ilə izah edir. İnsan izlənilib izlənilmədiyini bilmədikdə, özünü hər zaman izlənirmiş kimi aparmağa başlayır. Beləliklə, xarici nəzarətə ehtiyac qalmır. Çünki nəzarət vərdişə çevrilir. Bu məqamda iqtidar artıq kənardan gələn bir qüvvə olmur. İnsanın özünün bir hissəsinə çevrilir. İnsan sözlərinə, davranışına, jestlərinə və hətta düşüncələrinə nəzarət etməyə başlayır ki, normadan kənara çıxmasın. İtaət qorxudan yox, dırnaqarası normal qalmaq istəyindən doğur. Foucault'a görə müasir iqtidarın gücü ondadır ki, daim zor tətbiq etməyə ehtiyac yoxdur. O səssiz, davamlı və görünmədən işləyir. İtaətkar subyekti formalaşdırır və insanı öz üzərində nəzarətin daşıyıcısına çevirir. Belə bir cəmiyyətdə itaət təbii hal, azadlıqsa normadan sapma kimi qəbul edilir.